Salam. MIG sertifikasiya tipli suallar davamına baxırıq. I gave my phone number to Alison. Çox sadə sualdır, amma niyəsə səhv eləyirlər müəllimlərimiz. Yenə də diqqətli olaq, ola bilər nəsə gözdən qaçan bir məqam var. Baxın, Alison canlıdır və ona görə Y verə bilmərik. Qələmimizi götürək. Y olmaz. Whom, baxın, to var. Sözünümüz to'dur. Deməli, to'la olan sual verməliyik. To who ola bilməz. Yadınızda saxlayın. Who'dan sonra who'nun əvvəlində to verə bilmərik. To whom olar. Whom to olmaz. Yadınızda saxlayın. Bu qətiyyən olmur. Niyə for whom verək? Əgər bizim sözünümüz to'dursa, cavabımız to whom. Biləm. Bu qədər sadə. Hər hansı bir sualda qaranlıq məqam varsa, şərhlərə yaza bilərsiniz. Daha çox müəllimə çatmaq üçün testlərin izahı, like edib abunə olmağı unutmayın. Hələlik.